bölümümüzün qonaqları İşıqlı İstedadlar layihəsinin üzvləridir. Elnar bəy, necəsiz? Çox sağ olun. Siz necəsiniz? Sağ olun, çox sağ olun. Necədir bu gün bu layihə barədə nə deyə bilərsiniz? Çox gözəl. Sizin verilişiniz hər zaman mükəmməl olub. Bu gün də biz gəldik. Bax, sənətkarımız da burdadır, Elza xanım. Bəli, Elza xanım, necəsiz? Bəli, yaxşıyım, ağlamışam. Çox Məni gözəl kövrəldiblər bunlar. Elə nigar elə ifa elədi ki, kaman çalmam. Mən inanırsınız, Cahangir Cahangirovun Alagöz necə onu ifa etdi, necə o muğamı ifa etdi, nə bilim, bunlar fitri istedadlılar da bunlar. Həqiqətən də təşəkkürlər sizə, Elza xanım. Dəstəyiniz hər zaman. Onlara təşəkkür edirəm. Bu istedadlı balaları yığıb, bu gözəl işıqlı istedadları, işıqlı gələcəyi yaradıb bu ağlı ilə, bu istedadı ilə, bu zəhməti ilə, bu enerjisi ilə. Elnarı bir alqışlayaq buradan. Bəli, alqışlayaq Elnar bəyə. Çox sağ olun. Özüm də özümü alqışladım. Bu da qismət oldu bu gün Elnar bəy. Çox sağ olun əzizim. Təşəkkür edirəm sizə. Minnətdaram. Bir Var daha olun. sizə uğurlar Əziyyətinizi arzulayıram. halal edin. Çox sağ olun. Bütün komandamıza təşəkkürlər. Biz də sizə təşəkkür edirik. Minnətdaram. Həmişə gələcəyik inşallah. İnşallah. Əl-işi bölümümüzdə var. Necəsiz? Hər vaxtınız xeyir. Yaxşıyam, yaxşı olasınız. Bugünkü efir barədə nə deyə bilərsiniz? Çünki İşıqlı İstedadlar günüdür bu gün. Sizin üçün necə Yaxşı, keçər? yaxşıdır. Yaxşı, yaxşıdır.